Hər kəsə salamlar. Bugünkü vloqda sizlə bayram günlərimiz necə keçdiyini video çəkib paylaşmaq istədim. Səhər yeməyi yeyəndən sonra uşaqlar sinabon bişirməyə qərara gəldilər. Bu şirniyyatı biz çox bəyənirik. Sinabon reseptini short videoda paylaşım etmişəm. Baxıb siz də bişirə bilərsiniz. Ev işlərindən ən xoşladığım şey yemək bişirməkdir. Amma şirniyyatla heç aram yoxdur. Ona görə bizim evdə şirniyyatları qızlarım bişirir. Videoda gördüğünüz kimi xəmir çox gözəl alınmışdı. Demək olar ki, axır zamanlar marketdən hazır şirniyyat almırıq. Axşam biz rayona yola düşməliydik. Ona görə burada qızlar sinabon bişirənə kimi mən də evləri yığışdırdım, paltarları yudum, qabları yudum. Çox işimiz var idi. Hər şeyi çatdırmaq lazım idi axşama kimi. Bu arada bizim sinabonlarımız hazır oldu. İş arası oturup bir çay içdik. Sonra da işlərimizi davam elədik. Ev işlərimiz çox olduğundan mən axşam yeməyini hazırlamağa çatdırmadım. Yoldaşım təklif elədi ki, yol üstü biz restoranda oturuq bir yemək yeyək, sonra da yolumuza davam edək. Bu arada bizim zövqlərimiz fərqli olduğundan uşaqlar gürcü xingalı sifariş elədi. Biz isə manqalda pişmiş balıq sifariş elədik. Balığın yanında çox gözəl, çox ləzzətli 3 sous gətirdilər bizə. Nar şərab, albalı sousu və ketçup. Mən albalı sousunu çox bəyəndim. Turş məzə bir dadı var idi. Balıqla əla gedirdi. Amma dözmədik, biraz xingalın dadına da baxdıq. Sonra da yolumuza davam elədik. Rayona çatanda gecə saat 3 idi. Bayram günləri ailəlikcə rayonda keçirməyə qərar vermişdik və heç peşman olmadıq. Səhərimizi quşların səsi ilə açdıq. Hava da çox möhtəşəm idi. Qışda rayonda istirahət etməyi heç xoşlamıram, amma yazda bir başqa aləmdir. Bacımgil bu rayondan torpaq alıblar və həyət evi tikməyə qərara gəliblər. Gördüyünüz kimi təmir işləri gedir, fundament atılıb. Bu torpaqda əsasən də fındıq ağacları çoxdur. Ümumiyyətlə Xaçmaz rayonunda fındıq ağacları çox olur və yayda bu fındıqları yığmaq rahat olsun deyənə yazda həyəti təmizləmək lazımdır. Biz də bacımgilə biraz kömək elədik. İşlərimizi görəndən sonra qayıtdıq həyətimizə. Fikirləşdik ki, bir samavar çayı dəmləyək, içək. Ümumiyyətlə biz nə vaxt bir yerdə yığışsaq, əgər bu məclisdə mən varamsa, aşpazlıq mənə qalır. Heç də mən narazı deyiləm bu məsələdən, ona görə ki, çox sevirəm ailəm üçün yemək bişirməyi. Bu dəfə də sac yeməyi bişirəcəm. Bu yemək məndə çox gözəl alınır dediklərinə görə. Manqalda odun qaladım. Sac qoydum. Gördüyünüz kimi qoyun quyruq piyini xırda-xırda doğrayıb sacın üstünə qoyduq, qızardırıq. Millət də gözləyir ki, mən yemək bişirəcəm gördüyünüz kimi. Belə yeməklər görəndə heç kimin diyeta yadına düşmür. Yadlarından çıxır ki, yağlı yemək yeyilmirdi. Çörəkləri götürüb növbəyə durublar ki, çörəyi yağa batırıb yeyəcəklər. Videoda gördüyümüz kimi balacanın böyüyünə kimi hamı da bu yağlı çörəyi yeyir. Жасмин храбрая девушка.
Як він сказав. Ось geldi. İyi bana yapıyor. Ne verdi ne kısa kısa ne. Yürün de bu de. Piyləri qızardandan sonra ətləri qızardırıq həmin yağda. Ət çox yumşaq, kövrək ət idi. Ondan sonra içalatı qızardırıq, dalınca da tərəvəzləri. Axırda da hamısını sacın üstünə qoyub bir 5 dəqiqə bir yerdə pişiririk. Çox ləzzətli sac yeməyi alınmışdı. Это по очень древней традиции. Этот рецепт передавался из поколения в поколение. Elini делайте аккуратно. Senin de 150 manatı geldi çıktı bu. Kamina şapkamı var ya kurtla. Tamam boş. Ben de gözlerim onu. Hemen. Ben de gözlerim. Şurada geçtim ben tutunam. Aldım böyle. Ana para ya kan kaya karasın çeçe akuda. Akutura ga bana. Amari tamam. Şuna vurgan kaldı. Кунда мать знает. Взял гудай на кунка. Лазим туш. На день рождения, да. Еще раз. Тебе это надо. Askıya askıya. Bir de sorry. Karasata. Canlı amaçlar kaldı. Beste dat, dan ga ik hem gaan met hè. Les para ve çek çek. Uşaqların çoxsu içalat yemədiyindən fikirləşdik ki, bir dənə toyuq da qızardaq setkada. Смотри, как снимает. Yeməyimiz hazır, samavar çayımız da hazır. Şirin-şirin söhbət eləyə-eləyə ailəmizlə oturduq. Axşamüstü çayımızı içdik. Çox gözəl bir gün keçirdik. Səhərci gün biraz təmizlik işləri görəndən sonra biz bayram günü olduğundan plov bişirmək istədik və şah plov bişirməyə hazırlaşırdıq. Bugün də qonaqlarımız gələcəkdi, əmim qızları, balaca uşaqlarla. Düyünü qaynadırıq, süzürük. Ayrı tavada soğan qızardırıq. Ətləri də ona qatıb qızardırıq. Biraz qızardandan sonra sarı kök atırıq. Duz, istiot, kişmiş və quru meyvələri də qatıb biraz qızardırıq.
Hər şey hazır olandan sonra yuxaları yağlayıb qazanın içinə yığırıq. Videoda gördüyünüz kimi onların üzərinə düyünün yarısını qoyuruq. Ortaya əti, üstündən də qalan düyünü qoyub lavaşla üzərini bağlayırıq və duxovkaya yerləşdiririk. Bizim balaca şirin qonağımız da gəlib çatdı. Ən əsas da bu aşda bolluca yağın olmasıdır. Ləzzəti dadı yağından asılıdır. Bu ara bizim şax plovumuz da hazır oldu. Görünüşü də dadı da çox möhtəşəm idi. Hamımız yığışdıq stolun başına və bayramımızı çox gözəl keçirdik. Çox gözəl bayram günlərimizi keçirdik, amma çox hayıf ki, sadəcə 2 gün idi bayram. Videomuzu bəyəndinizsə, kanalımıza abunə olmaq yaddan çıxmasın. Sağ olun.